Suallardan biri ondan ibarətdir ki, pensiyaçı pensiya kartı ilə bankdan kredit götürüb və bir neçə müddət sonra dünyasını dəyişib. Həmin pul banka ödənilməlidir, yoxsa yox? Və cavab olaraq bildirirəm ki, əgər pensiyaçı e, bankdan kredit götürübsə və müəyyən müddətdən sonra dünyasını dəyişibsə, artıq o pul sığorta tərəfindən ödənilməlidir. Yəni amma bəzi hallarda rast gəlirik ki, görürük ki, məsələn bank nümayəndələri həmin ailəni narahat eləyir və yaxud da ki, qapıya nümayəndələr göndərirlər ki, bəs kredit borcu qalıb, o kredit borcu banka ödənilməlidir. Demək istəyirəm ki, yəni belə şeylərə aldanmayın. Çünki pensiya kartı ilə pensiyaya verilmiş bank tərəfindən həmin o kredit əgər həmin o insanın yaşı çatmayıbsa, artıq dünyasını dəyişibsə, ödəyə bilməyibsə, həmin o qalan borc artıq sığorta tərəfindən ödənilir. Heç bir halda rəhmətə gedən pensiyaçının nə ailəsi, nə evladları, nə vərəsələri, qohumu əqrəbəsi heç bir halda narahat edilməməlidir. Niyə? Ümumiləşdirib deyirəm ki, pensiyaçılara verilmiş həmin o bankdan kreditlər sığortalanmış kreditlər hesab olunur və sığorta tərəfindən də həmin o məbləğ ödənilir. İkinci sual ondan ibarətdir ki, deməli, ayrılmamışıq, yəni boşanmamışıq, rəsmi boşanmamız yoxdur. Aliment ala bilərəmmi? Bəli. İstəyir nikah pozulsun, istəyir pozulmasın. Hər bir halda deməli ata və yaxud da ana fərq eləmir. İndi hansı tərəf belə deyək də boşanmaya üstünlük veribsə, uşaqlara baxmırsa, ya ata, ya ana. Nikah pozulmadan da, bəli, məhkəmə qaydası ilə deməli uşaqların haqqıdır zaten bu aliment. Aliment ödənilməlidir. Ailə məcəlləsi ilə tənzimlənir və boşanma olmadan da uşaqların aliment borcu ödənilməlidir. Təbii ki, hamımız bilirik ki, burada aliment uşaqlara verilir, anaya verilmir. Ona görə də istər atanın, istər ananın borcudur ki, ayrılan zaman uşaqlar kimdə qalacaqsa, qarşı tərəf deməli aliment borcunu ödəsin. Bu da dediyim kimi məhkəmə qaydası ilə həyata keçirilir və məhkəmə qaydası ilə həyata keçirildiyi təqdirdə də uşaqların aliment borcu ödənilir. Gəlirik üçüncü məsələyə, üçüncü suala daha doğrusu. Üçüncü sual ondan ibarətdir ki, deməli, belə deyək də, qızıl məsələsi var burada. Məsələn, boşanan zaman gəlinin qızılları alınmalıdır, yoxsa gəlinin özündə qalmalıdır? Təbii ki, burada xanıma verilən qızıllar xanımın öz əmlakı hesab olunur. İstəyir toydan qabaq, istər toy günü, istərsə də toydan sonra. Xanıma verilmiş qızıllar xanımın öz mülküdür və özü ilə istəsə apara bilər. Yox, əgər xanımın qızılları qaynana, qaynata və yaxud da ki, yoldaşı tərəfindən mənimsənilirsə, verilmirsə, təbii ki, yenə də deyirəm, həmin o qızılların siyahısı bütün qramına qədər, qiymətinə qədər sənədləşdirilir və məhkəməyə təqdim olunur. Məhkəmə qaydası ilə əgər qızıllar ortada yoxdursa, həmin qızılın deməli pulu nə qədər eləyirsə, həmin o pul hesablanır və qarşı tərəfə, yəni xanıma ödənilir. Heç bir halda xanıma verilmiş qızıllar geri alına bilməz. Bu da bizim deməli üçüncü sualın cavabı idi. Mən çalışdım ki, qısa-qısa deyim ki, deməli həm vaxtımız çatsın, həm